Dövlət Təhlükəsizlik Xidməti bir multfilm yayımladı. O multfilmin səsinə siz də cavab verəsiniz. Mən də cavab verəcəyəm. Peysərgədə Əlin Ağayevə vaxt vermişdilər ki, Alona Əliyevanın soska olduğunu niyə ortaya çıxıb? Və Əlin Ağayev də bilməyib nə fikirləşsin. Bizlə əlaqəli olmayan, mənim tanımadığım, sənin tanımadığın adamı ortaya qoyublar. Və güya bu adam, bu biabırçılığa baxın ha. O adam Mehriban Əliyeva, İlham Əliyevin, Leyla Əliyevan Facebook səhifəsinə yazıb ki, siz mənə 5 milyon verməsəniz, mən videoları yayacağam. Halbuki Kabir bunu pulsuz yayıb da qardaş. Mehmanın pulsuz yayıb da. O videolar bütün Telegram səhifələrində var. Burada 5 milyon şantaj eləmə. Nə yaxşı o vaxtı mənim komandamın üzvlərində də bu Telegram səhifələri. Nə yaxşı videoları elə ilk günlərdən yayımladılar. Bunların bütün bu işin içinə poxu qoydu. Əlin Ağayev İlham Əliyevi sikinə doluyub. Məsələ budur. Hansı normal adam Bakıda otura-otura Mehriban Əliyevan Facebook səhifəsinə yazacaq ki, siz mənə 5 milyon verməsəniz, mən videoları yayacağam. Yəni bu adam gözləyirdi ki, Mehriban Əliyeva da buna Facebookda yazsın ki, sən Allah, gecə 5 milyonu verir. Bir dənə diktator deyəni belə öldürürlər. Bu prezidenti şantaj edən adam necə rahat danışır axı belə sərbəst. Osturaq söhbətdə, bax, gör necə bunlar gicdalaxdılar. Deyir ki, mən videolara inanmadım, amma videoları alandan sonra Mehribanın səhifəsində yazıb ki, 5 milyon vermə. Yaxşı ki, bunu DTX yaydı. Mənə də bu lazım idi ki, daha çox adam bilsin ki, bu qəhbədir. İlham Əliyev evinə qəhbə gətirib. O şəkildə tapa bilmirəm. Buradadır şəkillər. Bu qız bəyəm Alyonadır. Nəsə, belə burnu oxşar. Ana qrafik verim səni. Əbəs oxşatmadığın şəkil üzərindən Mehribanı niyə şantaj edirsən sən? Altını bunu bir yerə dağıyım. Yazıda Mehman göstərdiyi görüntüdür ha bu. Mehman, kişi kimi sənə sual verir. Bu real Alyona deyə yox. Alona Əliyevan 20 santlıq sikini ağzına soxan Sergey dayıdır. Mən onu hətta deyə bilərəm ki, Alona'nın ağzına həkimlər verir. Deniz. Yəni bu 100% Alyonadır da. Alona'dır. 100% yox, milyon faiz. Tam bir Lulu tələbiyle tapman qadındır. Onu Bu deyir Luludur, sən göstərdiyin Luludur. Luludur ay Mehman, sən bizi anladırsanmı, xalqı aldadırsanmı? Buyur görək. Bu Lulu yox, sosu olar. Bizə maraqlı deyil Alona Əliyeva neçə santlıq siki udub. Bizə maraqlıdır ki, Alona Əliyeva necə oldu ki, Azərbaycan vətəndaşlığını alıb. Balaheydə Odessa qəhbəsini evə gətirib və İlham Əliyev bunu gizlətməyə çalışıb. Onlara niyə cavab vermir Dövlət Təhlükəsizlik Xidməti bunlara? Hə də mən də indi onlar deyirəm. Necə olur ki, bar qəhbəsi Alona Əliyeva özünə 25 min, 30 min manatlıq sumkalar alır. Necə olur ki, bar qəhbəsi Alona Əliyeva Qonçar Azərbaycanda vəzifə sahibi olmaq istəyir. Necə oldu ki, ay Peysər İlham Əliyev, sənin oğlun əskərlikdən qaçır. Çıxın deyin bu Alyona deyil. Çıxın deyin bu qəhbə Alona deyil. Çıxın deyin ki, bu onun əli deyil. Çıxın deyin ki, bu əlində şampan butulkası bu Alyona deyil.